Sağlamlığının qeydinə qalan hər kəsi salamlayıram. Səhiyyə televiziyasında tibb xəbərlərinin vaxtıdır. Studiyada Günel İbadovadır. Baxaq görək dünyada və ölkədə hansı maraqlı və vacib tibb hadisələri baş verib. Birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun birinci vitse-prezidenti Leyla Əliyeva eyni zamanda Azərbaycan Respublikasının Səhiyyə naziri Teymur Musayev körpələr evinə baş çəkiblər. Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Azərbaycan Respublikasının Səhiyyə naziri Teymur Musayev aprelin 15-də Bakının Nəsimi rayonunda yerləşən bir sayılı körpələr evində və Nizami rayonundakı bir sayılı uşaq evi sosial xidmət müəssisəsində olublar. Bir sayılı körpələr evində hazırda 3 yaşadək 63 uşaq var. Birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mütəmadi surətdə burada olur, körpələrin sağlamlıqları, onların yaşayış şəraiti ilə daim maraqlanır, balacalara xüsusi qayğı və diqqətlə yanaşırlar. Rəsmilər daha sonra bir sayılı uşaq evi sosial xidmət müəssisəsində olublar. Hazırda bir sayılı uşaq evi sosial xidmət müəssisəsində 3 yaşdan 18 yaşadək 100 uşaq var. Nadir xəstəliklər, beynəlxalq və şəxsi təcrübəmiz adında konfrans keçirilib. Detallar izləyək. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kübra Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunda 16 aprel 2025-ci il tarixində nadir xəstəliklər çərçivəsində nadir xəstəliklər şəxsi təcrübəmiz mövzusunda beynəlxalq elmi praktik konfrans keçirilib. Konfransımız bildiyiniz kimi nadir xəstəliklərə həsr olunmuşdur. Nadir xəstəliklər dedikdə 100 min, 10 min əhali sayına tək-tək təsadüf edilən populyasiyada olan xəstəliklərdir. Və bu xəstəliklərin xüsusiyyəti ondan ibarətdir ki, bu xəstəliklər bəzən gündəlik pediatrik praktikada rast gəlinən çox təsadüf edilən digər xəstəliklərlə maskalanmış səhv salına bilər. Sırf mütəxəssisə gəlib dayandıqda, çatdıqda, dərin müayinələr aparıldıqda, genetik səviyyədə aparılan müayinələr nəticəsində bəzən diaqnoz əldə edir. Diaqnozun qoyulması hələ tam hər şeyi həll etmir. Diaqnoz qoyulsa da bu xəstələr gələcəkdə uşaqlarda əlilliyin inkişafı baxımından, spesifik müalicəyə ehtiyacı olma baxımından və bu uşaqların uzun müddətli belə xroniki vəziyyətdə olması onları cəmiyyətdən təcrid edir. Nadir xəstəliklərə bugünkü bizim müraciət etməyimizdə əsas məqsədimiz ondan ibarətdir ki, bir daha bu xəstələrə, bu xəstəliklərin diaqnostikasına diqqəti yönəltmək və öz klinik təcrübəmizə əsaslanaraq dünya praktikasında deyil və yaxud da digər müəssisələrin klinik təcrübəsində deyil, bizim öz müəssisəmizin bir il ərzində olan klinik təcrübəmizdə rast gəldiyimiz xəstələrin hansı yolu keçməsi, bu diaqnoza qədər hansı səhvləri eləmişik, hansı düzlərdir, hansı səhvlərdir, bu barədə praktik təbabətdə məşğul olan bütün pediatrların diqqətini bu problemə cəlb etməkdən ibarət olmuşdur. Konfransda beynəlxalq kriteriyalara əsasən institutda rast gəlinən müxtəlif nadir xəstəliklər haqqında ixtisaslaşmış və müxtəlif profilli həkim mütəxəssislər çıxış edib. Çıxışlar əsasında həkimlər arasında təcrübə mübadiləsi aparılıb, nadir xəstəliklərin diaqnostikasında rast gəlinən çətinliklər, bu xəstəlikdən əziyyət çəkən pasientlərin diaqnostik müalicəsi və sosial-psixoloji adaptasiyanın təşkilinə zəmin yaradacaq müzakirələr baş tutub. Bugün çox vacib bir konfrans keçir həkimlər üçün. Nadir xəstəlikləri bilirsiniz ki, 7000 nadir xəstəliklər var. Çətin diaqnostika olunan xəstəliklərdir və bugün bütün gün mühazirələr ona həsr olunub. Artıq konfransın birinci hissəsi keçib. Bizim konfransımıza Respublika pediatrlarından başqa onlaynda onlar qoşuldular. Bu dəqiqə 200 həkim artıq qeydiyyatdan 200-dən çox həkim qeydiyyatdan keçib və çox maraqlı konfrans keçir, çox suallar verilir spikerlərə və konfransda bizim həkimlərimizdən başqa xarici həkimlər də, Qazaxıstan həkimləri, pediatrları
Zoom vasitəsilə bu konfransda iştirak edirlər. Bilirsiniz ki, bu xəstəliklər çox ağırdır və həm uşağın həyatının ömrünü azaldır, həm uşağın öz həyat keyfiyyətini və valideynlərin həyat keyfiyyətini azaldan bir xəstəlikdir. Və biz hamımız yəni bu xəstəliklərin erkən diaqnostikasında bizim çox vacib rolumuz var ki, biz də müəllimlər öz vasitəmizlə rayonlarda, ayrı bir şəhərlərdə bu xəstəliklər barəsində bir neçə belə konfranslar keçirilməsi çox vacibdir ki, əhali bilsin ki, birinci elə bil əlamətləri olanda tez həkimə müraciət etsinlər. Səhiyyə Nazirliyi Kübra Fəracov adına Elmi Tədqiqat Pediatriya İnstitutu ilə əməkdaşlıq edən ölkələrin qabaqcıl mütəxəssislərinin məruzələri dinlənilib, qarşılıqlı fikir mübadiləsi aparılıb. Qeyd edək ki, onlayn və oflayn keçirilən konfransda yerli və xarici spikerlər də iştirak edib. Qaranlıq düşən kimi soyuducunu açıb önündə dayanmaq bizdə xəstəlikdir, yoxsa vərdiş? Bir çoxlarımız bunu edirik. Hətta bəzilərimiz gecə yuxudan oyanıb, gedib soyuducunun qapısını açıb, sadəcə oradakı yeməklərə baxırıq. Hətta heç nə yeməsək də. Bunu niyə edirik? Bu vərdişdir, yoxsa xəstəlik? Həkim danışacaq bu barədə. Gecələr qaranlıqda soyuducunun qapısını açıb orada nəsə axtarmaq həvəsi vərdişdir, yoxsa xəstəlik? Rusiya Səhiyyə Nazirliyinin Terapiya və Profilaktik Təbabət üzrə Milli Tibbi Tədqiqat Mərkəzinin həkim və direktoru Oksana Drabkina deyib ki, bu xalq arasında gecə məzəsi kimi tanınan, sadəcə yatmazdan əvvəl qəlyanaltı yemək vərdişi deyil. Bu həm də qida pozuntusu və ya gecə yemək yemək sindromu ola bilər. Bu pozuntu, piyələnmə, diabet və bir sıra psixoloji problemlərin yaranmaq riskini artırır. Axşam yatmazdan əvvəl qəlyanaltı etmək bir çox insanlar üçün adi hadisədir. Bununla belə, gecə yemək sindromu sadəcə qəlyanaltı vərdişi deyil. Bu həm də xəstəlikdir, deyə həkim bildirib. Normalda insanlar gecə yemək yeməməlidir. Gecə yarı yuxudan yemək üçün oyanmaq isə lap ciddi patologiyadır, deyə həkim bildirib. Reanimasiyada yatan, transplantasiyası mümkün olmayan, ölümə məhkum 20 nəfər üzərində tədqiqat aparılacaq və bu tədqiqatın nəticəsində donuz qaraciyəri insanın qan vasitəsilə süzülmüş formasında ona yeridiləcək və bu dünyada tibb tarixində bir ilkdir. Alınacaqmı bilmirəm, amma istənilən halda Amerikanın rəsmiləri buna icazə verib. Donuzun qaraciyəri dializdə istifadə ediləcək. Amerika Qida və Dərman İdarəsi donuz qaraciyərinin bu orqanın çatışmazlığı üçün dializ kimi sınaqdan keçirilməsini təsdiqlədi. Amerika Birləşmiş Ştatlarının tədqiqatçıları tezliklə yeni redaktə edilmiş donuz qaraciyərinin qəfil qaraciyər çatışmazlığından əziyyət çəkən insanların qanlarının müvəqqəti olaraq süzərək müalicə edib edə bilməyəcəyini yoxlayacaqlar. Tədqiqatçılar donuz ciyərlərini köçürməyəcək, əksinə onları tədqiqat iştirakçılarına xaricdən əlavə edəcəklər. Tədqiqata reanimasiya şöbələrində qaraciyər transplantasiyası üçün uyğun olmayan 20-yə qədər xəstə daxil ediləcək. Britaniyanın Organ Ox şirkəti tərəfindən hazırlanmış və hazırda donor insan qaraciyərini qorumaq üçün istifadə edilən cihaz donuz qaraciyərindən iştirakçıların qanını pompalayacaq. Bu, insan həyatını xilas etmək üçün yeni redaktə edilmiş donuz orqanlarından istifadə səylərindəki ən son müasir addımdır. Hər 34 uşaqdan biri autizmdir. Bu dəhşətli statistikadır və insan düşünəndə ki, getdikcə bu cür xəstəliklər artır və bundan əlavə bir çox mütəxəssislərin artıq dilində autizm epidemiyası söz ifadəsi var. Həqiqətən də gerçəklə barışmaq o qədər də asan deyil. İstənilən halda Amerika üçün verilən bu statistika düşünürəm dünya üçün də birazdan kifayət qədər gerçək və real rəqəmlər olacaq. Autizm epidemiyası yayılır. Xəstəliklərə nəzarət və qarşısının alınması mərkəzi autizm nisbətinin 31 uşaqdan birinin səviyyəsinə çatdığını bildirib. Hazırda autizm epidemiyası söz birləşməsinə daha sıx rastlanır. Xəstəliklərə nəzarət və qarşısının alınması mərkəzlərinin açıqladığı məlumata görə Amerika Birləşmiş Ştatlarında hər 31 uşaqdan birinə 8 yaşına qədər autizm spektri pozuntusu diaqnozu qoyulacaq. Hesabat CDC-nin, yəni xəstəliklərə nəzarət və qarşısının alınması mərkəzinin autizm və əlilliklərin monitorinq
Holdinqi şəbəkəsi tərəfindən hazırlanıb. Bu, həkimlərin 4 yaşdan 8 yaşına qədər olan uşaqlar arasında autizm spektri pozulmalarının yayılması və diaqnozu haqqında məlumat verən illik nəzarət proqramıdır. Məlumatlar Amerikanın 14 ştatında 16 saytdan toplanıb. Yeni hesabata görə autizm 4 yaşındakı 34 uşaqdan birinə təsir edir. Autizm diaqnozu oğlanlara qızlara nisbətən 3 dəfə daha çox qoyulur. Diaqnozlar qaradərili və İspan uşaqları arasında ağdərlilərə nisbətən daha çox yayılıb deyə məlumatda bildirilir. Diş qıcamanız varsa və əsəbləşəndə, sadəcə oturub heç nə etməyəndə çənənizi möhkəm bir-birinə sıxırsınızsa, bu artıq xəstəlik deməkdir. Nə xəstəliyidir, niyə yaranır, necə müalicə olunur, indi biləcəksiniz. Çənənin qeyri-iradi sıxılması və dişləri qıcamaq xəstəlik əlamətidir. Bruksizm adətən yuxuda baş verir. Bu hal bəzən sinir sistemi pozuntularının ilkin əlaməti ola bilər. Bu fikirləri Rusiyalı uşaq nevroloqu Natalya Stepanenko mətbuata verdiyi müsahibədə bildirib. Həkimin sözlərinə görə bruksizm təkcə dişlərinin qıcırtı səsləri ilə deyil, çənə ağrısı, baş ağrısı və diş zədələnmələri ilə də müşahidə oluna bilər. Əgər müalicə olunmasa, bu diş minasının aşınmasına və dişlərin düzgün düzülməməsinə səbəb ola bilər deyə o bildirib. Nevroloqun sözlərinə görə bruksizm səbəbləri stress və emosional gərginlik, epilepsiya və Parkinson xəstəlikləri, kəllə-beyin travmaları, stomatoloji problemlər, kafein, alkoqol və bəzi dərman preparatlarının da qəbulu nəticəsində yarana bilər. Bugün olan səhiyyə xəbərlərimiz bu qədər. Dünyada və ölkədə baş verən ən vacib tip xəbərlərini bizdən izləyin. Unutmayın, bilmək hər zaman bir addım öndə olmaq deməkdir. Özünüzü və doğmalarınızı qoruyun. Sağ olun, salamat qalın.